Salam millət. Bu günləri müştərimiz üçün qəşəng bir case yığırıq. Case'in göstəriciləri mən qısa deyim, sonra isə detalları tək-tək göstəreyim, yığaq və yekun videosunu sizə göstərək. Belə deyim, case üçün biz seçmişik, daha doğrusu müştərimiz seçib 5060 Asus video kartı 3 fanlı. Asus Prime video kartdır. Plat olaraq Asus TUF'un belə bir B850 platasıdır. SSD 1 TB-lık Kingston'un 6000 megabit bölü saniyə sürətli SSD-sidir, yəni M2 SSD-dir. RAM olaraq 32 GB 6000 MHz RAM-dır. Corsair'ın güc qaynağı biz təklif eləmişik Zalmanın 700 Watt-lıq güc qaynağı, hansı ki bu 5060 video kartını tam qidalandırır. Soyutma Thermalright'ın Aqua Elite 240 Weir soyutmasıdır. Prosesor isə Ryzen 5 9600X prosesorudur. Və bunların hamısını biz yığacaq. Gameon'un akvarium tipli case-inə. Case müştərinin öz seçimidir, yəni akvarium tipli case istəyirdi. Və bu sistem üzərində 300 Hz MSI Mag monitoru təklif edirik. 0.5 ms və Rapid IPS monitorudur. Keçək case-i yığaq və yığılmış göstərisini sizə göstərək. Kompüterimiz artıq hazırdır və bu kompüterin qiyməti 300 Hz monitorla birlikdə 2450 manat. Və bundan əlavə bizdə kompüter üçün oyun aksesuarları, klaviatura, mouse və qulaqlıqları əldə edə bilərsiniz. Tələsin.